Ay seni tebrik eləyirəm. Sağ ol, çok sağ ol. Necəsən? Sağ ol. Biz də sənə hədiyyə gətirmişəm. Çox sağ ol. Zavr açma da indi. Həmişə qorxduğum şeydir ki, birdən aldığım hədiyyə kiminsə xoşuna gəlməz. Evdə açarsan. Mən əminəm ki, xoşuma gələcək, amma yaxşı evdə açarım. Eşitdim Məryəmi də çağırmısan. Hə, çağırmışam. Və sən də deyəcəksən ki, düz eləməmişəm, ha? Yox, heç də. Lap düz eləyib çağırmışsan. Mən də sənin yerində olsaydım, öz sevdiyim insanı bir fürsət tapıb dəvət eləyərdim ad günümə. Amma belə sifət alma da. Çox xahiş edirəm. Bu sən ad günündür, sən əylənməlisən, deyib gülməlisən. Həm çox istəyərdim ki, bugünlük Məryəmi unutasan. Biraz ətrafa diqqət yönəlt. Çalışarım. Gərək bir normal hədiyyə alardıq. Belə ayıb olacaq. Ne oldu be hediyemize? Normalde bundan artık ne alacaktın ki? Deyirəm, imkanlı olmaq da belə şeydir. Adamın bir belə restoranı ola. Avtosalon yaddan çıxdı deyəsən. Yox, heç yaddan çıxar. O mənim ilk sevgimdir. Yəni, səndən sonra ilk sevgim demək istəyirdim. Bu niyə bizə elə baxır? Sifət eləyib, belə bil tanıyır bizi. Yox əşi, sən də danışdın. Görmürsən, fikrə gedib, heç bilmir hara baxar.
Ne bileyim vallahi bana öyle geldi. Məryəmgil gəldilər. Ata bir də gedəyəm. Onu bura kim dəvət edib? Mən çağırmışam. Sən deyəsən tamam ağlını itirmisən. Axı sən nə ixtiyarla onu bura dəvət eləmsən? Mənim ad günümdür. Onlar mən istədiyim adamları çağırın. Amma belələrini yox. Hələ utanmaz ərini də dəvət eləmsən. Onun əri mənim iş partnyorumdur. Nə işi? Hansı işdən danışırsan? O, sənə dediyim avtosalonu Azərdən açır. Məryəmin əli ilə. Neçə? Nə qəşəng görünürsüz. Elə ikiniz də. Sən də dəvətlisən bura? Aa, bilmirsən mən belə yerlərdən qalan deyiləm. Lap yaxşı. Sən o kişini tanımırsan? Vidadi müəllimdir. Zarun atası. Lap yaxşı. Amma elə bil nəsə narahatdır. Belə qəribə baxır. Bəlkə hansınızsa tanıyır. Elə mən də onu deyirəm. Elə bil tanıyır məni. Ya da Məryəmi. Sən keyfini pozma belə şeylərə görə. İstirahəti elə. Bəlkə gedək salamlaşaq. Azəbəkə lazım deyil. Özün demədin, narahatdır indi. Biraz sakitləşər gedərik də. Amma məncə lazımdır. Gedib salamlaşsaz daha yaxşı olar. Getməsəz deyər ki, hörmətsizlik elədilər. Nəsibə. Ay Nəsibə. Gəldim Solmaz, gəldim. Hamısı da orada. İstəyirsən say. Yaxşı. Hiss eləyirəm ha, bax, harda tutsadıyam. Ay Nəsibə, ağırlıq gəlir mənə. Bax, 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 bax. Bax, hardadır bu? Deyən bir görüm. Deyən bir baxım görüm. Deyən bir baxım görüm. Ay, albahal olurum. Bax, bax, bax. Bax, 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 bax. Hardasa bax, buralardadır. Bax, bax. Deyən görüm, deyən görüm. Baba, hiss eləyirəm, bax, buralardadır. Bax, buralardadır, buralardadır. Deyən, deyən. Ha? Ah, sən. Buna bax. O nədir Solmaz? Gördün? Nə diyor? Bax, 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 bax. Ha? Dua, ölüm duasıdır ya. Bu yazıb sənin şuna. Vay, vay, Nə vay. dersən ha? Özümə ağırlıq Az gəldi mı kız Zeynep bu benim ölümümü istəyir. Ha, bu ne dertdir bana? Bu ne zulümdür? Sən qorxma. Sən sakit ol. Mən necə sakit sakit olum, ol, hə? Solmaz, sakit ol. necə sakit olum? Az bu benim ölümümü istəyir, mən belə halda necə sakit ola bilərəm? Ha, bu ifriti benim ölümümü istəyir, sən nə deyirsən, mən bu halda necə sakit olum? Bəs mən müşbura gəlmişəm. Təmizləyəcəm də. Ha, yox, necə yəni təmizləyəcəm? Sən bir dəfə təmizləyərsən, iki dəfə təmizləyərsən. Bu ifritəli gəlib tökəcəkdə canı bitilərini hər yerə. Ay Allah, bu ne oyundu benim başıma gəlir. Özü benim öz evimdə. Yox olmaz. Bu ifriti de Allah ağ elədi. Sən birdən bir iki gün geç gələydin. Onda ne olacaktı, hə? Ne olacak? Mən meydim çıxacaktı bu evdən. Meydun çıxacaqdı. Bax, hələ belə şey deyil ha bu ya. Ot qiymətinə deyə bunlar. Hamısı Azər'in pullarıdır. Yazıq uşağım gedib orada can koyur. Bu da onun pullarını aparıp cadugərlərə paylayır. Ay senin meydini görün Meryem. Ben daha sana hiç ne diyebilmərəm. Daha yok sözüm benim, yok. Necə? Sən Məryəmin əri ilə iş görürsən?
Xahiş edirəm, olar bu barədə ad gündən sonra danışaq. Sən mənim pullarımla onun ailəsini saxlamaq istəyirsən? Bu heç vaxt olmayacaq. Dedim axı, ad gündən sonra danışaq, xahiş edirəm. Gel Meryem gel. Akşamınız xeyir olsun. Axşam olsun. Təbrik edirəm Zaur bəy. Sağ olasın. Neçə belə illərə çıxasınız. Meryem hədiyyəni ver. Meryem. Meryem hədiyyə. Hə, təbrik edirəm. Çox sağ olun. Əziyyət çəkmisiniz. Biz sizlə tanış deyilik. Adım Azərdir. Biz Zaur bəylə iş qururuq. Xəbərim var. Mən atama görə çox üzr istəyirəm, biraz əsəbləşib. Yox. Olur. Bir də çox sağ olun ki, gəldiniz, hədiyyəyə görə də çox sağ olun. Özünüzü öz evinizdəki kimi hiss eləyin, mənə 5 dəqiqə icazə verin. Ha, buyurun. Çox tərbiyəsiz kişidir. Heç fikir vermə. Yaşlı adamdır da. Solmaz, indi sən bu duanı təmizləyə biləcəksən. Nə iş təmizləmirəm? Mənim əlimdə nədir ki onu təmizləmək? Onda da eləmişdin də. Bəs nə oldu, qız tezdən qayıtdı, gəldi. Ay Solmaz, sənə dedim axı o bahalı mollanın yanına gedir. Bu ucuzlu dua deyir ha, cadu duasıdır ya, bahalıdır. Hamısı Azərin pullarıdır oğlumun. Özü də hələ deyir ki, cadu pitiyə pul xərcləmək düzgün deyil. Ay səni dilin qurusun. Səni görüm zəlil olasan. Sən özündən müğayət ol ginən. Bu qız çox təhlükəli adamdır ya. Bilirəm, bilirəm. Amma bu dəfə başqa cür hərəkət eləyəcəm. Mənim bir qonşum var, ağıllı qızı deyir, davadalaşla, qışqır-bağırla heç nə dəyişmir. Yox, qoy gəlsin, oturub oyunla bir şey fikirləşərik. Yox. Ən yaxın vaxtda mən bu qızı evdən rədd eləməsəm, mənim axırım pis olacaq. Nə inirsən elə? Bu qızı evdən uzaq tut. Bacarmırsansa de mənə, mən özüm eləyim. Bacararsan? Nə iş bacarmıram. Bunu elə onun öz üstünə qaytaracam. Axı deyirsən, bu çox bahalı duadır. Nə olsun? Bir dəfəlik canım qutarar da. Yox, olmaz. Belə işlər mənlik deyil. Həm də ki, məndə o qədər pul hardandır. Elə bunun üçün pulu güclə tapmışam. Özgəsi deyirik ki. At döyür, dəvə döyür. Yavaş-yavaş verərsən də. Bilmirəm. İndi heç nə ağlıma sığmır. Elə bir başım dumanlıdır. Qoy sabah gəlsin, bir şey fikirləşərik, görək, neyniyək. Onu da özün bilərsən. Mən gedim yavaş-yavaş o bura otaqları təmizləyim, sonra gec olar. Uşaqlar gəlib çıxar. Hə. Özün bilərsən da. Sən Allah, qurban olum. Yaxşı bax. Birdən yenə də nəsə olar. Yaxşı təmizlə. Hamısını. Narahat olma. Bu saat hamısını təmizləyəcəm.
Necəsən? Sağ ol. Bugün çok güzel görünürsən. Təbrik eləyirəm səni. Bu yaşın düşərli olar inşallah. Çok sağ ol. Bundan qabaqki illərin düşərsiz olub yəqin. Yox, mən belə demək istəmədim. Məryəm, Nə? sənə vacib bir şey deməliyəm. Zarbəkə lazım deyil, hə? Niyə ağırlaşdıraq ki? Onsuz da bir-birimizə əzabdan başqa heç nə verə bilmirik. Orası elədir, amma bacara bilmirəm özümdən. Nə qədər deyirəm ki, qurdalamayım keçmişi. Yenə də Bacarmalısan. Çünki başqa yolun yoxdur. Məryəm. Mən səni qaçdıqları yerin sahibini tapmışam. Nə dedin? Sənin qaçdıqları yerin sahibini tapmışam. Zaur, sən nə edirsən, hə? Niyə qarışdırırsan? Niyə baş qoşursan bu işə? Rahat nəfəs almaq istəyirəm. Nəsə tapa bildin? Həmin adam indi pis vəziyyətdədir. Danışa bilmir, xəstəxanadadır. Amma mən əlimdən gələni eləyirəm ki, onu danışdıra bilim. Nə olsa da öyrənəcəm. Görüm nə bilir, kimdir. Bilirsən, mən həmin gündən sonra gecələri yata bilmədim. Gözümün qabağına həmin yer, həmin adamlar... Neyse. Hətta ayılanda da o kabus mənimlə idi. Düşünürdüm ki, bu qorxulu yuxu heç bitməyəcək. Ayıla bilməyəcəm. Bəlkə də mən heç ayılmamışam, hə? Hələ də o kabusun içindəyəm. Mən sənin yuxularına son qoyacağam. Söz verməm. Neyinirsiniz? Darıxmırsınız ki. Götür da bu telefonu götür da. Hardasın axı sen? Kimi yığırsan? Rəfiqəmi dedim görüm necədir. Danışdın ki onunla. Hə, danışdım. Oturublar uşaqlarla qeyd eləyirlər. Dedin də gəlsin evə. Qurban olum sənə. Danışdıq axı uşağı narahat eləməyək. Validə, mən sənə nəyi deyirəm onu elə. Bunu öz başınalıq da eləyirsən. İstəyirsən özüm götürmüsən gelim deyim könülə? Nə olub ey sənə belə əsəbləşirsən? Elə bil qızını qaçırıblar. Az danış, nə deyirəm onu elə. Bilmirəm, bu gün də sənə nə olub? Düşmüsən üstümə. Ayrı vaxt sakit oturardın bir tərəfdə. Ay sağ ol, görürsən ki əsəbiyəm, ona görə də dediyimi elə. Yaxşı, yaxşı. Əl çək. Götür bu dəqiqə zəng elə, deyirəm tez gəlsin evə. Yaxşı, yaxşı. İndi zəng eləyərəm. Ay Allah. Götür da bu telefonu, bu qız məni öldürməmiş, əl çəkən deyil də. Yaxşı, dayan. Gələcəksən də evə. Öldürəcəm səni. Hələ demişəm ki, telefonu yanında qoya, zəng eləyəcəm. Kimə deyirsən? Hə, danışdım. Dedi birazdan çıxıram. Yenə sıxılırsan, yoxsa? Yox. İndi ürəyim istəyən adamla bir yerdəyəm ona görə. Bir də görürsən, hər dəqiqənin mənası onu
görüşəcəyin adamın olub olmaması ilə ölçülür. Razıyam. Həm də ki, mən səni başa düşə bilmirəm. Belə həyatda necə sıxıla bilərsən? İstədiyin hər şey də var. Ola bilər mənim hər şeyim var kimin üçünsə. Amma mən özüm bilirəm axı nəyim var, nəyim yoxdur. Elə bir nəsə çatışmır. Məsəl üçün, nə çatışmır ki? Dediyim kimi, olanımı bölüşəcəyim bir adam yoxdur yanımda. Mən başa düşmürəm və sən niyə belə tələsirsən? İnşallah istədiyin bir insan çıxar qarşıma. Bəs sən tələsmirdin? Tələsdim və gördüm də nə oldu. Ona görə də mən sənə məsləhət görürəm ki, tələsməyəsən. Əslində, belə şeylər tələsib tələsməməyə baxmır. Bir də görürsən öz vaxtında vədəsində çıxıb qarşıma. Bəlkə də artıq çıxıbdır. Qalıb bir dənə görmək. Hə İlkin, verdiyim sözü tutdum. İndi sənin sırandı. De gör nə deyəcəkdin mənə? Yox, hələ tezdir. Özün dedin də, qoy bir ad günün dadını çıxardıq. Yaxşı. Bax, verdiyin sözü tutmasan, inciyəcəm səndən. Mən sənə nə dedim? Söz verdim. Hə? Ay sol, deməli danışacağım. Amma birazdan. Görəydim. Afisant, bundan bir dənə də gətir. Azər, bəsdir də içdin. Hələ təzə gəlmişik, bayaqdan içirsən. Niyə ki? Bugün mənim biznes yoldaşımın ad günüdür. Olar da mən sən deyim. Olar, olar. Mənim biznes yoldaşımın ad günüdür. Ona görə də məncə biraz içmək olar. Azər, Ay qız, nə işin var? Qoy içsin də. Bir dəfə gəlib istirahət eləmək onun da haqqıdır. Düzdür. Nuray, peki gəzişək biraz səninlə. Olar. Siz söhbətinizi davam eləyin. Azər, bəsdir. Sərxoş olacaqsan, bəsdir. Ay qız, yaxşı da, rahat ol biraz. Nə olub sənə? Sərdən baxıram, narahatsan, Bax, cama adamsı deyib, gülür, əylənir, yeyir, içir. Bəlkə bəs sən də içəsən? Hamiləyəm, mən yadından çıxıb. Mənim səhvimdir. Düz deyirlər, hamilə qadının nə edirsən elə, yenə də xeyri yoxdur. Afisant! Ayda, telefonum sönüb. Evdəkilər zəng eləsə necə olacaq? Narahat olma. Uzaq başı mənim telefondan yığarsan da. Onsuz da indi gedirəm. Çünki çox gec olur. Atam sonra əsəbləşəcək. Yaxşı. Nəsə istəyir? Siz? İçməyə bizə bir şey gətir. Eşitmirsən? İçməyə bizə bir şey gətir. İndi gətirirəm. Rüfət, Sən niyə onunla elə kobud danışdın ki? Kobud niyə danışıram ki? İçməyə bir şey istədim də. İlkin, Yaxşı, kobud danışdım. Amma gör sən nə qədər incidib, layiqdir buna. o məni heç vaxt incitməyib. Düzdür, aramızda davalar olub. Amma o həmişə hörmətlə yanaşıb mənə. Sən niyə onu müdafiə edirsən? Ona görə ağlayan sən deyil idin. Mən idim ona görə ağlayan. Amma bu sənə ixtiyar vermir ki, sən onunla belə danışasan. Yaxşı könül, səhv elədim, gərək belə eləməyəydim. Amma özümdən asılı olmadı. Fikirləşəndə ki, səni nə qədər incidib, belə danışdım da kobud oldu biraz. Könül, xahiş edirəm. Yaxşı da. Yaxşı da İlkin, başqa şey haqqında danışaq.
Təbrik edirəm qardaşım. Ad günü. O gün olsun, toyunda bizi yaddan çıxartmayasın. Mütləq, inşallah. İnşallah. Çok sağ ol, hoş geldiniz. De başsın zengin Meryem. Alo. Mən indi öyrəndim ki, Zavrun iş görmək istədiyi adam Məryəmin əriymiş. Hə. Görünür Zavr indi də Məryəmə bu yola kömək eləmək istəyir. Ona görə də tez Azərdən o pulları almaq lazımdır. Onu pis vəziyyətə salmaq lazımdır. Aha. Bu işin nə qədər tez görsəz bir o qədər yaxşıdır. Yaxşı. Səndən xəbər gözləyəcəm. Oldu. Axşamınız xeyir Vidadi müəllim. Axşamın xeyir. Necəsiz? Sağ ol, sən necəsən? Çox gözəl. Amma siz nəsə narahat görünürsünüz. Hə, bir balaca narahatam. Çünki istəmədiyim adamlar bu məclisdə iştirak edir. Azərgili deyirsiniz. Deməli düz tapdım. Sənin gözündən heç nə yayınmır ha. Onları hardan tanıyırsan? Qonşularımdılar. Qonşudur, yaxın qonşudur. Deməzdim. Düzü mənim də Məryəmlə zəhləm gedir. Onda sənin də mənim bir balaca işim olacaq. Gəl bir gün oturaq, bir yerdə bir söhbət ilə çay içək. Ola bilər. Həm keçən dəfə axı sizin evdə bir stakan çayınızı içmədim. Bu dəfə içərsən. Yaxşı, onda nömrəmi yazın. Buyur özün yaz. Nə vaxt istəsəz zəng eləyərsiniz. Mütləq zəng eləyəcəm, görüşərik. Sağ olun. Gör saat neçə oldu, bu qız gəlib çıxmadı. Zəng elədim də yoldadır, gəlir. Validə sənin zəng eləməyindən bir şey çıxmadı. Ver telefonu mənə, özüm zəng eləyim, soruşum harada. İlqar axı... Ver görüm, ver. Zəng eləyim mənim üçün. Kömək elə bir dənə. Tez elə. Açsın. Ver indi mənə, ver. Validə, bəs deyirsən indi danışmışam. Zəng çatmır ki qızın telefonuna. İşi sönüb də yəqin yoldadır, gəlir. Bilmirəm sən necə rahat oturmusan. Ayrı vaxtı qız evə 5 dəqiqə gec gələndə aləmi qatırsan bir-birinə. Hə? İndi nə olub bəs sənə? Nə olacaq? Nə olacaq? Ne telefon sönüb də özümüzü öldürəsik? Ay insan başa düş. Gecənin bu vaxtı deyirəm qız gəlməyibsə bəlkə başında bir iş var. Biz oturub qalacağıq burada. Bəsdir də sən Allah. Sən məndən betər oldun axı. Biraz sakitləş də. Sakitləşdirməyə məni. Mən heç onu buraxmaq istəmirdim. Heyf sən söz ola. Hə də, hə. Hər şey fırlat at mənim üstümə. Yoxsa səhv eləyirəm. Sən deyirdin mənə deyən ki İlqar qoy getsin. Ayıbdır getməsə, nə bilim, ən yaxın rəfiqəsidir, Gülnardır, kimdir? Bura bax, o Gülnarın nömrəsi olmalıdır da səndə. Ver onu mənə. Hə, var. Hə, ver onu mənə. İlqar. Ver görüm ondan zəng eləyim, soruşum bu qız hardadır? Zəng elədim. Götürmür telefonu. Qızın ad günüdür. Telefon ayındadır indi. Deyirəm bezmədin də bu Məryəmi güdməkdən. Sən burada başqa qonaqların da var, Zavar. Güdmürəm ya ona. Azər çox içib, ona görə narahatam. Necəsiz? Sağ ol. Yaxşı, sən necəsən Murat? Yaxşı. Həsən deyir ki, gecənin ən gözəl xanımı Nuraydı. Doğru da.
Əlbəttə. Kim olasıdır ki başqa? Deyirəm siz məni bağışlayın 2 dəqiqəlik, mənim biraz işim var, gəlirəm indi. Zaur, Nuray bir dənə də başa düşək ki, sən bizi tək qoymaq üçün qəsdən belə edirsən. Belədir ki, başa düşsəm də, biraz tək qalın, söhbət edin, bəlkə bir mövzu tapdınız. Ne güzel musiqidir. Bəlkə rəqs eləyək. Mənim biraz işim var, Nuray, siz istəsə. Oynayaq da, gəl. Senden sonra sevmedim, itirmişem yolumu. Dediler kayıtmısan, gören doğru mu? Senden sonra sevmedim, Rəqs eləyək. itirmişem yolumu. Nəsə ürəyim istəmir. Dediler kayıtmısan, gören doğru mu? Xahiş edirəm. Düşürsen tez tez ya da demirəm dosta ya da Mən səndən üzr istədim axı, yenə niyə belə dağınıqsan? Bilmirəm. Aygün, mən nə edirəmsə sən istədiyindən edirəm. Yaxşılığını istəyirəm. Bunu da elədim ki, o səndən bir dəfəlik ayrılsın. Elə bilsən mən xoşdur kimləsə səhv danışmaq. Hər dəfə irəli getmək istəyəndə hər dəfə çıxır qarşıma mane olursan. Sən ondan bir dəfəlik ayrılmalısan. Başa düşürəm, amma belə də yoxdur. Gönül, mən nə etməliyəm ki, məni bağışlayasan? Hə? Nəysə, başqa şey yapmadan söylədik. Nə oldu? Bax, mən bunu deyirdim, bir baxışı ilə hər şeyi dağıda bilir. Gec oldu, mən gedim evə. Könül! Mən sənə bir şey danışacaqdım axı elə bil. Vaxtı gəlib çatdı. senden sonra sevmedim. Azər, ayaq üstə gücdən dayanırsan, bəlkə evə gedək. Ya, niyə ki oynayırıq da gül kimi də? Tuk tuk. Deyirəm bəlkə yer dəyişmə eləyək. Məryəm, həyat yoldaşını oğurlaya bilərəm. Ulan. Ya da demirəm dosta ya da olmaz seni sevdiğim. Seven dünyada düşürsem tez tez ya da demirəm dosta ya da olmaz seni sevdiğim. Seven dünyada. Yaxşısan? Hə. Azər biraz içib, ona görə narahatam. Azərə görə narahat olma. Ona heç nə olan deyil. Özü necəsən? Hər şey qaydasındadır. Deyəcəm ki, burax bu işi, araşdırma, heç kim axtarma. Amma bilirəm ki, qulaq asan deyilsən. Heç olmasa özündən müğayət ol. Bilinmir onlar kimdir, nə etmək istəyirlər. İstəmirəm ki, sənə nəsə olsun. Sən məni fikirləşmə. Kimdənsə qisas almaqla bu mümkündür. Qorxuram ki, təzə yaralar açasan. Ürəyində heç vaxt sağalmayacaq bir yara.
Biri çox, biri az, onsuz da ürəyimin sıltısı ilə yaşamağa öyrəşmişəm. Elə bil orada böyük bir boşluq var. Bu boşluğu heç kim və heç nə doldura bilməz. Bütün hayatımın içine savurdu o boşluk. Sevdiğim, değer verdiğim ne varsa elimden aldı. Sen düz deyirsən, ala bilsin bu qisas heç nəyi dəyişməsin, amma o boşluğun ağzını bağlaya bilər. Yoxsa qorxuram gün gələcək məni də çəkib aparacaq. Ona görə də nə olursa olsun mən onu tapmalıyam. Gel daha ben gedim yavaş yavaş. İndi sən hər yeri təmizlədin, hə? Ha, narahat olma, her yeri temizledim. Hiçbir tehlike yoktu. Çox sağ ol, çox sağ ol, Solmaz. Bilmirəm sən olmasaydın mən nə edərdim? Ne vaxt lazım oldum çağır. Ölmemişim ki. Bildin? Yaxşı. Çağır, geleceğim. Sağ ol. Gedim. Sağ ol. Sağ ol. Gör bu qız məni nə günə qoydu. Dünyanın pulunu verdim ey baxıcıya. Allah səni zəlil eləsin Məryəm. Yox. Mən bu işi kökündən kəsməliyəm, yoxsa gələn dəfə bundan da pis olar. Eyb yox. Nuray gəlsin, onda bilərəm səndən nə edərəm. Bu dəfə canlı məndən qutara bilməyəcəksin. Hə İlkin, dedim bir şey diyeceksen ama susursan. Sən bilirsən bizim ailələrimiz niyə bir-biri ilə yola getmirlər? Ona görə ki, o vaxt 6 il qabaq mənim atam sənin babamın qapısına gəlmişdi. Qızını istəməyə. Məryəm bibini? Hə, Məryəm bibini mənim qardaşıma istəmək üçün gəlmişdi. Amma sənin baban demək olar ki, atamı qapıdan qoydu. Bəlkə də həyatının ən böyük səhvini etdi. Onlar hələ də bir-birlərini sevirlər, bax.